ve mehriban həmvətənlərimiz, bugün vətənimiz Azərbaycanda müstəqillik günü keçirilir. Bugün münasibətilə istərdim vətən sevənlərimizi təbrik edirəm. Gözəl günlərdə, xoş günlərdə sizlərlə görüşək. Bugün istərdim Ordubad rayon Dəstək kəndinin sakini Nazim Quliyev tərəfindən sizlərə gözəl bir müraciətim olacaq. Bildiyiniz kimi şəhidlərimizin adı qəlbimizdə yaşasın deyə kəndimizdə xeyriyyəçi iş adamları tərəfindən dövlətin razılığı ilə şəhidlər bulağı salındı. Gözəl şəkildə rayonumuzun 62 şəhidinin mərmərdən gözəl şəkildə bir bulaq yaradıldı. Allah razı olsun xeyriyyətçilərimizdən. Kəndimizin gözəl insanları tərəfindən 4600 metr məsafədə isə şəhidlər bağı salındı. Bildiyiniz kimi Respublikamızda, Naxçıvan Respublikasında ilk şəhidlər bağı ilə bizim kənddə salınıb. Artıq bağımızda ağaclar məhsul verir. İstərdim kəndimizdə keçirilən aksiya bütün rayon dövlət iş adamlarını, ziyalılarımızı, bütün vətənini sevən insanların hamısını bu aksiyaya dəvət edim. Kəndimizdə ağac əkmə aksiyası gedir şəhidlər bulağında. Şəhidlərimizi sevən, vətənini sevən hər bir kəsin şəhidlər bulağında ağac əkməsini müraciət edirik. Şəhidlər bağının 5 qapısı var. 5 qapısı hər bir insan üçün açıqdır. Buyurun, istənilən insan öz istədiyi ağacı şəhidlər bulağında əkə bilər, əkdirə bilər. Allah dövlətimizi qorusun, dövlət də hər zaman yanımızdadır. Bildiyiniz kimi rayon icra nümayəndəsi Rəcəb müəllim tez-tez şəhidlər bulağını ziyarət eləməyə gəlir. Allah razı olsun. Kəndimizin icra nümayəndəsi Zülfü müəllim, Tofiq müəllim, Bələdiyyə Mehdi müəllim hər zaman şəhidlər bulağını nəzarət edir. Şəhidlər bulağı hər zaman təmiz, şəffaf şəkildə sizləri yolunu gözləyir. İstənilən insan istədiyi vaxt şəhidlər bulağını, şəhidlərimizi ziyarət eləmək üçün Dəstək kəndinə buyurub gələ bilərlər. Bizim şəhidlər bağı parkını salmaqda məqsədimiz budur. Şəhidlər bulağından kəndimizdən hərbi xidmətə gedən əsgərləri yola salmaq, hərbi xidmətdən gələn əsgərləri qarşılamaq, məktəb uşaqları məzun şəkil çəkdirsinlər, ailə quranlar, ailə yadigar xatirə şəkillər çəkdirsinlər. Şəhidlər bulağında dəstəyi olan hər bir kəsə minnətdarlıq edilir. Bildiyiniz kimi həmkəndimiz Bakıdan kəndimizə 361 xeyriyyətçi iş adamı 365 ədəd həmişəyaşıl ağac göndərmişdi. Allah razı olsun. Dünəm isə bir kəndimizin ad günü idi. 44 rəqəmin canlandırdı. Şəhidlər bulağına Bakı şəhərindən 44 həmişəyaşıl ağac sifariş verib. 81-ci buraxılışımız var. Allah razı olsun. 181 ağac şəhidlər bulağında əkiblər. İstərdik hər bir kəsin əməyi, zəhməti olsun. Belə də sağ olsun kəndimizin gözəl insanları, xeyriyyətçi insanları hər zaman Nazim əmi, sizin yanınızdayıq deyən insanlar çoxdur. Allah razı olsun. Bildiyiniz kimi 3 ildir mən tam təmənnasız Allah rızası üçün, şəhidlər bulağı üçün həm vasitəsi, həm işçisi, həm də idarə etməsini edirəm. Ömrümün son bir gününə qədər də şəhidlər bulağını qoruyub saxlayacağım. Yaşıllaşmasında öz köməyimi, dəstəyimi sizlərin dəstəyi ilə görəcəyim. Şəhidlər bulağında dəstəyi olan insanlara bir daha təşəkkür edirik. Allah dövlətimizi qorusun, Allah sizləri qorusun. Gözəl gündə bir daha da sizi təbrik edirəm. Müstəqil Azərbaycanın gözəl günündə, şad günündə Allah sizlərə var olun deyir. Allah razı olsun. Şəhidlər bulağından dəstəyinizi əsirgəməyin.